təqdirül məişə. Həyatını, yaşayışını, məişətini düzgün qiymətləndirmə. Əzizlərim, düzgün qiymətləndirmə. Düzdür, indi elə bir zamanda yaşayırıq ki, bunu körpə uşaq da bilir, iqtisadi cəhətdən bəzi problemlər var. Halal ruzi qazanmağın yolları çox çətinləşib. Allah özü asanlaşdırsın inşallah. Bunu başa düşürük. Sosial problemlər çoxdur. Amma bunun bir neçə səbəbləri, başqa səbəbləri də olsa, amma bir neçə səbəbləri də bizim özümüzü, məişətimizi düzgün qiymətləndirməmənin hesabınadır. İmam Baqir əleyhissalamın dili ilə desək, təqdirül məişənin düzgün olmamasıdır. Nə qədər yersiz adətlərimiz var, nə qədər yersiz israflarımız var, nə qədər yersiz işlərimiz var ki, onlar bizi güzəranımızı çətinliyə salır. Bax, bu günləri bu Ramazan ayında özünüz görürsünüz. Əslində, bu özü dünyəvi tərəfdən də bizim üçün böyük bir dərsdir Ramazan ayı. Nə qədər də bir insanın gündəlik azuqəsi, nə qədər yeyə bilirsiniz səhər? Çox cüzi bir miqdarda. Və 13-14 saatda ac qalırsan, sonra da iftar vaxtı da, o gün bir qardaşımız yazmışdı ki, 13 saat ac qalandan sonra 13 dəqiqə bizi doyduran Allaha şükürlər olsun. 13 dəqiqə, məsələn demişdi, 13 dəqiqə, 13 saata uyğun olsun deyə demişdi. İftarda da bir tikə yenə də yiyirsən, sənin gündəlik azuqən budur insan. Allah rəhmət eləsin Sədi Şirazini, o Gülüstanında deyir ki, günlərin birində bir zahidlə rastlaşdım. Zahiddən soruşdum ki, ey Allahın bəndəsi, bir insanın gündəlik azuqəsi nə qədərdir? Dedi ki, 4 danc xurma. 4 danc xurma. Danc o vaxtı ölçü vahidi idi. İndiki dillə desə bir nəlbəki xurma. Deyir, qayıtdım ona dedim ki, ey zahid, bu az deyil. Bu az deyil insanın yaşaması üçün. Dedi, bu həmən miqdardır ki, səni yaşadır, səni gəzdirir. Bundan artıq olanda sənə yük olur, sən onu gəzdirirsən. Yəni, zəruri miqdar budur elə. Bununla, indi əzizlərimiz görüblər, o Moskvada o vaxtı 21 saat olardı yayda oruç tutmaq. 21 saat oruç tutandan sonra yenə də orada 3 saat ərzində nə yiyirdin, nə içirdin ki? Sənin gündəlik azuqən bu qədərdir insan. Biz doğrudan da gündəlik azuqəmizi, həmən bu indi Ramazan ayında olduğumuz səviyyə çatdırsın, nə qədər gör bizim həyatımızı qiymətləndirmək, yaşayışımızı qiymətləndirməkdə nə qədər təsir eləyər. Biz özümüz bəzən və yaxud, məsələn, gələk elə bu toy məsələ, Allah elə bütün cavanlara toy qismət eləsin, Allah xoşbəxt eləsin, gələk o məsələlərə, nə qədər bizim artıq adətlərimiz var. Bu nimçəni götürür, aparır qızın evinə, o pul verir. Bu gəlir, gətirir həmən nimçəni təzədən oğlan evinə, bu pul qoyur ona. O biri nə bilim, qoyun aparır, ona pul verir. Bu biri sandıq aparır. Yox ki, bu pulları bir dənə hesablayın, görün bununla nə qədər probleməli. Evin bir mərtəbəsini götürə bilərdin, nəsə? Evin birinci mərtəbəsini götürə bilərdin. Bir dənə hesablayın da, bir dənə hesablayın, görün nə qədər o əlavə xərclərin çıxırsan. Ona bu qədər, buna bu qədər, buna o qədər, bu adət, o yersiz, bu filan, nə bilim, indicə gəlməlidir, fişən yanmalıdır, o buru, nədir? Əzizlərim, düzdür, indi arzu, istək, cavanların arzuları var, bizdə qarşı çıxmırıq. Amma özümüz düşünək, öz məişətimizi, yaşayışımızı biz özümüz, İmam Zeynalabdin ağanın bir sözü var Risalətül Hüquqda, hüquq risaləsi. Həmişə deyirəm, amma vaxtı hələ ki eləyə bilmirəm. Allah özü tövfiqat versin ki, bir dəfə onu başdan ayağa hissədən, indi 1 ay çəkər, 2 ay çəkər, 1 il çəkər, elə hissə onu hamısını danışım sizə. İmam Zeynalabdin ağanın hüquq risaləsi çox gözəldir. Orada atanın hüququ, ananın haqqı, qıldığın namazın belə haqqı, oxuduğun Quranın haqqı, ustadığın haqqı, şagirdığın belə haqqı. Bəzən ustad elə bilir ki, mənim haqqım var şagirdin boynunda, amma şagirdin haqqı yoxdur mənim boynumda. Elə deyil. Sənin necə haqqın varsa, onun da haqqı var sənin boynunda. Ata ilə övlad da belə. Bəzən ata elə bilir ki, ancaq mənim haqqım var, övladın heç bir haqqı yoxdur. Düz deyil. Atanın necə haqqı varsa, övladın da o cür haqqı var. Ailədə bəzən ər elə bilir ki, ancaq mənim haqqım var, arvadın heç bir haqqı. Xeyr, sənin haqqın olduğu kimi onun da haqqı var. İmam Zeynalabdin ağa bütün o haqları orada, ona görə adı qalıb Risalətül Hüquq. Yəni, hüquq risaləsi, haqq risaləsi, haqlar. Bütün haqları orada bir yer var. Deyir ki,
evlənmək məsələsindən danışanda deyir ki, yüngülləşdirin, hələ o zamanda ağa. Yüngülləşdirin adətləri, yüngülləşdirin, asanlaşdırın. Qoy asanlıq olsun, asanlıq olmadı, evlənmək çətinləşdi. Bir yaş həddi var ki, o yaş həddindən sonra fəsad baş verə bilər. Yəni, bəzi məsələləri biz məsciddə açıq deyə bilmirik. Ağsaqqallarımızdan utanırıq, ana bacılarımızdan utanırıq, bəzi məsələləri aşkar deyə bilmirik. Amma şəriətimizin o qədər bu məsələlərlə bağlı incə mətləbləri var ki, gərək amma deyilə. Amma necə deyilə, hələ onun yolunu tapmamışam. Fəsad yayıla bilər. Ona görə asanlaşdırın ki, qoy asan da olsun, ailə qursunlar bir-birləri ilə. Cavanlar evlənsin, evlənmə yolları rahat olsun. İndi məsələn mən bunu deyirəm, bunun kimi digər məsələlərdə, digər həyat, ev məsələsində nə qədər israf edirik biz? Hər məsələmizdə bu cür fikir verirsək, görəcək ki, israf var, görəcək ki, həddi aşmaq var, görəcək. Ağa buyurur ki, bəli, bu məsələlər sizə kamilliyə, sən bütün ömür boyu sənin elə fikrin qalıb ki, bu problemləri həll eləyim. Bir dənə övlad toyundan sonra 10 il borca düşürsən, bir dənə ev tikəndən sonra 20 il borca düşürsən, ömür qutardı da. Ömür qutardı. Ağa ona görə deyir ki, kamilliyə çatmaq üçün gərək təqdirül məişə, yaşayışıvi gərək düzgün qiymətləndirəsən. Düzgün qiymətləndirdin, and olsun Allaha deyirəm, Peyğəmbər minbərində Allaha and içirəm. İnsanın yaşayışı çox asandır. Gündəlik azuqəsi çox azdır. Az bir şəkillə qanı olsun, and olsun Allaha xoşbəxt olacaqsan. Kifayət eləyəcək. Kifayət eləyəcək. Amma bu o demək deyir ki, biz çalışmayaq da. Bəli, yenə çalışmalıyıq. Çalışmalıyıq. Bilməliyik ki, halal, ruzi qazanmaqdan gözəl başqa bir əməl yoxdur Allah yanında. Bunu yadınızda qalsın. Halal ruzi qazanmaqdan gözəl əməl yoxdur. İndi istər bu əkinçiliyi ilə olsun, istər bu ticarəti ilə olsun, istər bu işləməklə olsun, istər, fərq eləməz. Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurdu ki, Əl-qad əla iyalihi kəl-mücahid fi səbilillah. Ailəsi üçün halal ruzudan ötürü çalışan Allah yolunda mücahidə bərabərdir. Allah yolunda mücahidin savabı nə qədərdirsə, ailəsi üçün, halal ruzu üçün çalışan da həmən dərəcədədir. İndi bir dənə də İmam Baqir əleyhissalamdan sizə gözəl kəlam deyim. Məhəmməd ibn Munkadir adında bir kişi var. Xoşum gəlmədi bu kişidən, amma özü də deyir ki, mən istədim ki, İmam Baqir əleyhissalama nəsiyyət eləyim, məncə o mənə nəsiyyət elədi. İnsan imama nəsiyyət eləyən vaxtındır. Məhəmməd ibn Munkadir. Var ya, belə adamlar var, Allah adam betəm eləməz. Bəzilər var, bir iki dənə hərif bilib, bir də özün durdu, gəldi, böyük bir də müştəhiddə, səhv durdu, ayvan. Gözlə də. Sən nə qədər din istəyirsən, o da istəyir. Sən nə qədər ürəyin yanır, onda ürəyin. Ən azı sənin qədər yanır, ən azı. Nəsə deyirsə, bilir də deməli. Biraz səbr elə də, biraz səbr elə. Bəzə belə yersiz adamlar var belə. Ona deyirlər, aşdan isti, qazandan isti aş deyirlər elənçilərə. Yaxşı misaldır. Çünki aşağı qazandan isti olmaz. Çünki aş onun içində istiləşir də. Düzdür, qazan gərək, aş nə qədər istidirsə, qazan ondan da isti olar. Amma bəziləri var ki, qazandan da isti, özünü elə aparır ki, mən qazandan da istəyəm. Yox, elə deyil. Bu Məhəmməd ibn Munkadir də belə bir şey elədi. Deyir ki, Mədinənin kənarına çıxmışdım. Gördüm ki, İmam Baqir əleyhissalam günün istisində yer şumlayır. Əkin əkir İmam Baqir əleyhissalam, yaşlı vaxtıdır. İndi imamlarımız çox yaşlı olmayıb. Ən çox yaşayan İmam Sadiq əleyhissalam da 65 il yaşayıb. Qalan imamlarımız, İmam Əli də 63 il, Peyğəmbər sallallahu 63 il. Bizim yaşlı imamımız yoxdur. Ən deyirəm də yaşlısı İmam Sadiq də 65 yaş. Ən cavan şəhid imamımız da 11-ci imamımız da 27 yaşında. Yox, İmam Cavad 9-cu imamımız da 25 yaşında şəhid elədi. Məhəmməd ibn Munkadir çıxmışdım Mədinənin kənarına, isti hava idi, gün orta çağı. Gördüm ki, bir ağsaqqal yer şumlayır istidə. Qayıtdım ona dedim ki, İmam Baqir əleyhissalamdır. Qayıtdım ona dedim ki,
Mənim bu sözüm gəlmir imama deməyə, amma o tarixdə yazıb, hədisdə gəlib, mən də nəql edirəm. Deyir, ona dedim ki, sən bu yaşda günün istisində özünü niyə yorursan? Birdən sən bu halda ölsün, necə olacaq? Güya dünya sevgisi ilə ölərsən də, dünya sevgisi ilə ölərsən. Deyir, bu sözü eşitdi, İmam Baqir qaldırdı başın yuxarı. Dedi, ey filanı, ey filan kəs, mən bu halda ölsəm, Allahın razılığını qazanmış olaraq öləcəm. Çünki mən halal zəhmətimlə çalışırım. Çünki mən heç kəsə möhtac olmamaq istəyirəm. Deyirəm, başa düşdüm. Sonra onu da gəlib deyir ki, istədim mən ona moizə, nəsiyyət eləyim, ancaq o mənə elə bir nəsiyyət elədi, mənə dərs oldu. Bəli, insan hədisdə var, Allah yolunda halal ruzu üçün evindən çıxsa, ölüm belə onu haqlasa, əcəli belə gəlsə, şəhid misalındadır. Şəhidin dərəcəsi nədir? Allah şəhidlərimizi rəhmət eləsin. Allah şəhid ailələrinə səbir versin. Şəhidin dərəcəsi hansı dərəcədir? Peyğəmbər deyib həmən dərəcəni, göstərib bizə. Deyib ki, şəhidin bütün yaxşılığın fövqündə ondan daha yaxşı var. Yəni, səxavətli adamsan, bilginən ki, bir nəfər gələr, səndən də üstün səxavətli ola bilər. Elmli adamsan, bir nəfər gələr, sənin elmindən də artıq elmi olar. Elminlə xidmət eləyirsən, bir nəfər gələr, səndən də artıq xidmət eləyər. Nə yaxşılıq eləsin, bilginən ki, üstə bir həmişə var. Yəni, onun fövqündə, ondan üstün, daha yaxşısı həmişə var, daha gözəl həmişə var. Peyğəmbər salavatladı şəhidlikdən başqa. Yeganə yaxşı əməl, uca əməl, üstün əməl, şəhidlikdir ki, onun fövqündə daha yaxşılıq yoxdur. Yəni, onun üstə biri daha yoxdur. İndi bu məqamı gör, dinimiz, şəriətimiz, məsumlarımız kimə nisbət verir? Halal ruzudan ötürü evindən çıxan insan, əgər ölüm onu haqlasa, şəhidlərin zümrəsindəndir, şəhidlərin cərgəsindəndir. Ona görə Allahın və izzətinə, cəlalına Allah o kamilliyə getməkdə hamımızı müvəffəq eləsin inşallah.